Ermənistan parlament seçkilərinə yaxınlaşdıqca ölkə daxilinə siyasi balansla yanaşı xarici təzyiqlər də kəskinləşir. Rusiya bir tərəfdən siyasi, digər tərəfdən iqtisadi alətlərdən istifadə etməklə İrəvan üzərində təsirini qorumağa çalışır. Eyni zamanda Nikol Paşinyan isə qərblə yaxınlaşma və region ölkələri ilə münasibətlərin normallaşdırılması arasında tarazlıq qurmağa məcbur qalır. Hazırki hökumətin yenidən seçilməsi isə konstitusiyanın da referenduma gedəcəyi anlamına gələr. Ermənistanda parlament seçkilərinə 2 ay vaxt qalıb. İyunun 7-sində keçiriləcək seçkilər yaxınlaşdıqca Moskvadan İrəvana təzyiqlər artır. Ermənistan müxalifətinin Rusiya yönümlü olması və Kremlin yenidən Qarabağ kartından istifadə etməyə çalışması vəziyyəti gərginləşdirir. Ermənistanın baş naziri Nikol Paşinyan isə Koçaryan və Rusiya yönümlü digər qüvvələrin hakimiyyətə gələcəyi halda Azərbaycanla yeni müharibəyə başlaya biləcəklərini deyir. Rəy sorğularına əsasən müxalifətin elektoratı aşağı olsa da Moskvanın seçkilərə müdaxiləsi təhlükəsi qalmaqdadır. Ekspertlərə görə gərginliyə baxmayaraq Nikol Paşinyan vəziyyətdən çıxa biləcək. Moskva Ermənistanda öz maraqlarını qorumağa çalışır. Bu mübarizənin Paşinyan hökumətinə təsiri əsasən siyasi və iqtisadi xarakter daşıyacaq. Təbii ki, Paşinyana qarşı olan müxalif qüvvələrin təsiri də mühüm rol oynayır. Baş nazir üçün müəyyən balansı qoruyub saxlamaq vacibdir. Məsələn, o açıq şəkildə kollektiv təhlükəsizlik müqaviləsi təşkilatından çıxmaq istəmir və bu istiqamətdə risklərin fərqindədir. Çünki Ermənistan cəmiyyəti təəssüf ki, 2 düşərgəyə bölünür. Parlament seçkilərində qalib gəlmək üçün ona səslər lazımdır. Seçkilər də yaxınlaşdıqca ölkə daxilində vəziyyət gərginləşəcək. Rusiya iqtisadi tərəfdən də Ermənistanı sıxmağa çalışır. Bu dəfə qaz qiymətləri gündəmə gəlib. Belə ki, İrəvan qaz qiymətləri artırılarsa, Avrasiya İqtisadi Birliyi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı kimi qurumlardan çıxmaq məsələsini gündəmə gətirəcəyini açıqlayıb. Moskva isə deyir ki, Avropa bazarında qazın 1000 kubmetrin qiyməti 600 ABŞ dollarından yuxarıdır. Amma Ermənistana qaz 177,5 dollara satılır. Rəsmilər bildirir ki, Rusiyadan alınan təbii qazın mövcud qiyməti Ermənistanda iqtisadi sabitliyin əsas faktorlarından biridir. Ekspertlərə görə Moskvanı qıcıqlandıran əsas addım İrəvanın Avropa İttifaqına üzvlük hədəfidir. Gərgin keçən Paşinyan-Putin görüşündə də Kreml İrəvanı seçim qarşısında qoyub. İkisindən birini seçin. Ya Avrasiya İqtisadi Birliyində üzvlüyə davam edirsiniz, ya da Avropa Birliyini seçsiniz. Paşinyan burada hansı siyasət yürüdü? Paşinyan anlayır ki, Avropa Birliyinə, ittifaqına qısa müddətdə üzv olmaq mümkün deyil. Amma o hədəfindən də yayınmaq istəmir. Avrasiya İqtisadi Birliyinə üzvlüyə davam edəcək. Nə vaxt ki, Avropa Birliyinə üzvlük reallaşa bilərsə, onda bəlkə Avrasiya İqtisadi Birliyindən çıxacaq. Yəni, bütün hallarda Rusiyadan asıllığını azaltmaq, hərbçilərin sayını Ermənistanda azaltmaq istəyir. Hava limanından artıq Rusiya sərhədçiləri çıxarılıb. Ekspertlərə görə Rusiyanın Ukraynada apardığı müharibə davam etdiyindən Kremlin təzyiqlərinin nəticə verəcəyi gözlənilmir. Paşinyan isə ölkə daxilindəki gərginliyə baxmayaraq sülh gündəliyinə uyğun Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqda maraqlıdır. Ermənistan rəsmiləri hətta Azərbaycanla sülhü ölkənin təhlükəsizliyinin qarantı adlandırır. Paşinyanın seçkilərdən qalib çıxdıqdan sonra konstitusiya referendumuna gedəcəyi gözlənilir.